Tramvayım geldi. Tramvaya minim. Bugün ayın 31 Mart 2025-ci ildir. İtlərə bax. Öldürürlər özlərini. Minim gedim. Qaçın. Bu da bizim tramvay. Geldim düştüm. Kaunas aeroportuna. Bura Kaunas aeroportuna. Böyle aeroporttan samolyotdan düşürsen böyle geze yeyirsən də yəni. Yeri var. Çok balaca aeroportdur. Aeroportun içindən təmir gedir. Avtobusa minəcəm. Avtobusdan da gedəcəm şəhərin mərkəzinə. Oradan da hələ gedəcəm Vilniusa. Ondan sonra da avtobusla gedəcəm Belarusa. Hələ ki yolum uzaqdır. Amma görək. Aeroport çox balacadır. Bagaj götürülən yerə bax hələ. Sadəcə bir liniya. Vəssalam. Tıqqana. Bu koridorun sonu da aeroporttan çıxışdır. Prosta pis bir şey var ki, avtobuslar burada tez gəlmir. Səhv eləməmsə gözləmək lazımdır avtobusu. Çünki yolun çox uzaqdır. Aeroport da bundan ibarətdir. Tıqqana. Geçən səfər heç polis görmədim, indi polis də var. Bax bu 29. Aha, 29 mənim avtobusumdur, minmək lazımdır. Oyda. Avtobus sadəcə 1 avrodur. Bu dəfə biraz stresli oldu. Deməli, sən demə, bilet alanda avtomatdan öncə çek çıxır. Bu qəbzi götürürsən, elə bildim ki, bu da barkod zad var axı. Sandım ki, bu barkod mən olan. Sonra gördüm, yox, sən demə. Orada xanım şey deyir ki, sən biletin özünü götürməmsən də, get biletimi götür, makinənin içində qalıb. Gəldim, nəysə bu makinədən bileti götürdüm. 16:44-də çıxır. İndi də saat neçədir? İndi də 16:32-dir, hələ 10 dəqiqə var. Bir avın oynayın, gəlirsən avtobusla Kaunas şəhərinə. Deyib, oradakı ev var. Görürsənir, buradakı bu binanın qarşısındakı binada qalırdım keçən səfər. Kaunasda. Buranı gəzməmişəm, gərək bir gün gəlməməli başlayır. Buralarda gəzim, maraqlı yerə oxşuyur. Amma qatarı şeydir, müasirdir, 2 mərtəbəli. Gəldim, çıxdım Железнодорожный vağzala, yəni dəmir yolu vağzalına. Burada qarşısında belə bir portal qoşublar. Səhv eləmirəmsə, bu da buranın kamerası onları göstərir, onların kamerası da bunları canlı olaraq həll eləyirlər. Meymunluq eləyir orada. Yəni maraqlıdır, əylənmək üçün yaxşıdır. İndi yedim qaldığım hostelə. Bir gün burada qalacağım. Daha doğrusu gedim avtovağzala, ora avtovağzaldır. Buradan gedir də Minskə avtobuslar. Gedim maraqlanım, görüm nəyi necə eləmək olur. Yaxşıdır, maşınlar yol verirlər. Karoçi, neysə, buradan keçib gedim o tərəfə. Gedim görüm avtobus bileti saat neçəyə, ən uyğun qiymətə və ən uyğun şərtlərə. Çünki baxdım, bəzi yerlərdə 55 avro idi, bəzi yerlərdə 35. Daha doğrusu bir şirkətdə Euroline 55 avro göstərirdi. Digər aviaşirkət biraz ucuz göstərirdi. Maraqlı gəldi. Ona görə yaxşı olar ki, gedib qiymətləri gözlərimlə görüm. Avtobus Stotis. 55 avroya bilet aldım. Deməli, sabahları 7:20-də. İnternetdə göstərirdi 55 avroluq. 36 avroya da var əslində. Onlarda deyəsən bu 55 avroluq Eurolines'ındır. Qoy baxım. Səhv eləmirəmsə yazılıb mı burada? Yox, deyəsən yazılmayıb. Bəlkə də yazılıb, bilmirəm. Karoçi, nəsə lüks avtobusdur. Belə bir şeydir. 2 mərtəbə falandır deyəsən. 36-ya da var, 55-ə də var. Fərqli. Neysə, ən azından aldım. Bilirəm ki, sabahları 7:20-də orada olacam. İndi gedim hara? Bax, düz şəhərin mərkəzində və yaxud da şəhərin girişində belə binalar qara qura, sınıq sökük tökülür.
Gedim indi hostelimi tapım. Qalım hosteldə bu gecə Beyjə. Oradan da sabah səhər tezdən də saat hardasa 6-da durum. 7:20-dədir. 7-də burada olsam polnu bəsdir. Qəşək. Oradan da yavaş-yavaş Belarusa səyahətə davam. Oradan dəmir yol vağzalından ya da avtobus vağzaldan belə gəlirsən, düz köhnə şəhərə. Buranın arxası bütün köhnə şəhərdir. Stary Gorod, Old City. Mən indi yolu keçməliyim o tərəfə. Bəlkə yaşıllıq olanda buralar qəşəng olar, bilmirəm. Amma elə bil İsveç daha rəngarəng gəlir. Bura mənə elə bil daha çox çirkli gəlir. Bilmirəm niyə. Bir də bəzi binaları ki, belə sökülüdür. Sökük, nə bilim, deyək ki, batıq. Ona görə biraz mənə belə qəribə gəlir. Amma bu Varata keçid bura ən qədim hissədir. Bax, məsələn, binaların üstləri gör nə gündədir. Bura Vilniusun qala divarıdır. Qala divarının içindən keçirsən şey olmalıdır. Qarşıda hə deyirəm də. Kilsə kimi belə interesli yerdir. Çıxırsan yuxarıda. Normalda turistlər burada çoxlu turist olur. Belə buradan qalxırsan, ha? Adı nə idi? Oxumuşdum ya buranın haqqında. Deyək, bu giriş buradandır. Girirsən, qalxırsan, o tərəfdə yuxarıda şey var. Şeylər var içəridə. Bilmirəm, bunu yaxınlaşdırmaq olur, yoxsa yox. Yox, bunu nətə yaxınlaşdırırlar? Hə, deyə tapdım. O belə içəridə. İndi nətə geri eləyirlər bəs? İndi mən bunu nətə geri eləyim yaxşı. Nəysə, bu Osmo kameranı hələ təzə almışam. Hələ tutamıram. Ki, nəyi necə eləmək lazım? Buradan X deyim. Hə, əla, yaxşıdır. Köhnə şəhərin. Burada bir dənə pravoslav var. Rusların kilsəsi var. Qarşı tərəfdə. Onu keçən səfər gördüm. Buraları gəzmişəm qəşək doya-doya. Mən ki, Belarus adı ilə Vilniusu gəzirəm. Amma yəni tutduğum hostel şəhərin düz mərkəzindədir. Yəni məcbur buralardan getməliyəm. Keçən səfər buranın da içini gəzmişəm. Səhv eləmirəmsə TikTokda bunları paylaşmışam. Deyək, Rusların kilsəsi buradır. Burada da olmuşam. Amma keçən səfər həddindən artıq çox, ya da ola bilər ki, səhərlər burada çoxlu turist olur. İndi heç kim yoxdur. Amma səhərlər normalda çox turist olur. Burada da çoxlu dilənçilər olur Rus kilsələrinin qabağında. Və Rus dilində də həddindən artıq çox insan danışır. Yəni, Sovetlər dönəmini insan rahat burada hiss eləyə bilir. Hər yerdə demiyorlar, eşitmək olur da. Amma burada həddindən artıq çox belə maraqlı giriş qapısı, qala qapısı kimi görsənir. Tarixilik hiss olunur. Yəni, ən azı bir 500 illik şeylər var burada. Yəni, insanlar burada özləri üçün imperiya yaradıblar. Olub, bunların da bir şeyi olub. Bir knyazlıq da olsa olub. Çox zəngin olmasa da ən azı bacardıqları qədər bir şeylər yaradıblar. Əhalisinin sayının az olmasına baxmayaraq. Burada çox qəşəng bir binadır. Məndə deyəsən, yaxınlaşdıranda deməli bunu, aha, qırmızı. Nə maraqlıdır. Mən hələ bunu tuta bilməmişəm, öyrənə bilməmişəm ki, necə istifadə edirlər. Aha, indi yaxınlaşdı 4x. Prosta dala nətər gedir, onu bilmirəm mən. Yaxşı, bu indi dala get. Yaxınlaşdırdım bunu belə. 4x elədim. Hələ indi öyrənərəm. Sən demə bunun sağda joystick var imiş. Joysticklə deməli belə yaxınlaşdırırsan. Deyək ki, belə uzaqlaşdırırsan. Hətta üstündən basanda 4x-də eləmək olur. Sağa çəkirsən, yox sola. Belə sağa çəkirsən. Aha. Yəni, bunları mən hələ 2 dəfə üstündən basırsan, daha doğrusu özü çəkir. Bir dənə belə 3 dəfə elədin, getdi o yana. Deməli, bir dəfə 2 dəfə bastın,
mərkəzə gedir. Burada səhv eləməmsə Türkiyənin səfirliyidir. Hə. Türkiyənin səfirliyi var burada. Gəldim, çıxdım Vilniusun. Oha, burada qəşəng şey var. Qabaqda xaçapuri satılan yer var. Ora Türkiyənin səfirliyidir. Aha, belə də mərkəzə gəldi. Hə, yavaş-yavaş Osmodan istifadə eləməyə öyrənərəm. Qəşəng, xoşum gəldi. Astoria. Burada nəsə deyilsin, kino zad çəkirlər. Cinemera. Light and grip deyirəm də, nəsə çəkilir. Qrimzad olunurlar burada. Ya içərdədir, ya çöldədir. Bayaq çox maraqlı bir şey oldu. Burada Ukraynalılar miting eləyir. Gözlə görüm. Yaxınlaşdırım. Aha. Hə, nəysə, qaroçi Ukraynalı deyəsən himni səslənir. O bir nəfər var, mən pastayanla YouTube-da hər zaman onu dinləyirəm. Bu Rusiyadan olan şeydir, ekonomik, özdə Rusiyada müxtəlif vəzifələrdə falan da işləyib. İndi Rusiya iqtisadiyyatı ilə bağlı videolar çəkir. Rusiyanın hal-hazırdakı ekonomik durumu ilə bağlı. Milov familiyası, ekonomist. O çıxdı qabağıma. Səhv eləmirəmsə o idi. Belə yəni baxdım, o da mənə baxdı. O məni tanımır, mən onu tanıyıram da. YouTube-da görürəm axı. Hə, çox maraqlıdır. Soruşa bilmədim, usbet eləyəmədim. Yanımdan keçdi. Belə çəkinə-çəkinə qaldım. Ya odur, o deyil. Nəysə, əsas odur. Oydu, dəqiq. Çünki sonra baxdım ki, bu yana da gələndən sonra gördüm şey də gedir. Nədir? Hə, bu tərəfə baxandan sonra da gördüm şeydir. Nədir? Ukraynalıların mitinqidir. Ona görə dedim, hələ 100% elə odur. Milov familiyası ilə yazanda çıxacaq. Bu dəfə elə bir adam azdı, bilməm. Yayda mən gəlmişdim də. Yayda həm turist çox idi, həm də adam çox idi. Bu dəfə amma biraz sakitçilikdir. Ukraynalılar da desən hər gün burada miting eləyirlər, səhv eləmirəmsə. Orada da, yuxarıda da adamlar var idi. Gəldim hostelə. Deməli, Elvin Quliyev. Belə doldurursan, resepsiyonda heç kim yoxdur. Və açarı götürmüşəm. Və belə, indi səhv eləmirəmsə, getməliyəm, yeri tapmalıyam, hardadır. Otaq, bilmirəm, hardadır. Hər halda burada olacaq. Baxaq görək. Axtara, axtara, axtara. Gəzirəm. Otağım budur. Səhv eləmirəmsə A, B, aha, D. C-də də kimsə qalır. Yox, heç kim qalmır. D də buradadır. Bura mənim otağımdır. Daha doğrusu yerimdir. Olsun, əla. Amma burada kimsə qalır. Bu da onun veşləridir. Bir sözlə. Yəni, belə. Saçımı kəstirdim. 10 dollar verdim, saçımı kəstirdim. Konkret. Qız saçımı yudu, quruladı. Qəşəng. İndi metroya gedirəm. Belarusun metrosu. Qəpi ilə də Belarusun metrosu. Qəpi atırsan, keçirsən. Qəpi atdın, keçdin. Всё, o qədər bəsit. İmini bu yaşıl liniya çox müasirdir. Qəşəngdir, xoşuma gəlir. Amma o birisi metrolar hamısı, o birisi liniya, göy liniya biraz elə bir ki, konkret, yəni Sovet ab-havasını yaşadır. Bu amma qəşəngdir, müasirdir. Və adam azdır hələ ki. Çünki bu ətrafdakı yaşayış binaları hamısı yeni tikilir. Prospekt Mira. Prospekt Mira. Bura yeni bir şey salınır. Köhnə hissəsini söküblər. İndi yeni hissəsi salınır. Qəşəngdir amma, çox qəşəngdir. Par-para alışıb yanır.
Öyle qatarların özü köhnədir, amma müasir görsənir. Qəşəngdir. Dubaydakı kimi. Двойной kod. Maraqlıdır. Metroda deyir ki, əgər ki, kimsə sizə zəng eləyirsə və sizdən pul tələb eləyirsə, çalışın pul göndərməyin. Dubayda da belədir. Birinci şey, bir də Stockholmda görmüşəm. Birinci şey açılır, sonra da çöldəki qapı, təhlükəsizlik qapısı. Gedəyim. Çıxışlardan ama yuxarıdan. Bu yaşıl liniyanı deyəsən sonradan çəkiblər. Qəşəngdir. Xoşuma gəldi ümumiyyətlə. Dizayni, stili. Rus babuşkalarına var. Bir də metroda həm Rus dilində deyir, həm Belarus dilində deyir, həm də İngilis dilində deyir. O mənim çox xoşuma gəldi. 3 dildə deyir. Bir də Belarus dili, Belarusların özünün dilləri də şeydən, Rus dilindən fərqlənirmiş. Mən elə bildim, eyni dildir. Yəni, bayağı fərq var imiş. Məsələn, deyir ki, dveri zakрывается, qapılar bağlanır. Bunlarda başqa bir söz deyir. Amma yəni, dilini bildiyin yer getmək çox maraqlıdır, ləzzət edir. Qəşəngdir. Görün, bura hara çıxacaq. Uydu əlim. Allah, bu boyda metroda məndən başqa heç kim yoxdur konkret. Buna bax, bomboşdur. Çox maraqlıdır, qəşəng işıqlıdır, ləzzətli yerdir. Amma ki, heç kim yoxdur. Bir də ola bilər ki, Belarusda yeganə və tək turist mənəm. Təəssüratı çox yaxşıdır. Sadəcə, məsələn, gələn insan Belarusda özü ilə gərək pul gətirsin. Nağdı şəkildə. Məsələn, deyək ki, 500-700 evro olsa üstündə, mütləq deyək ki, hamısını rublə çevirirsən də, ehtiyac olduqca 100-100 çevirdin, pişo. Yəni, sənə ehtiyacın olduğu qədər çevirirsən və salam. Yəni, çünki heç bir kart işləmir. Mən karta güvəndim. Kartı çıxardıb, daha doğrusu, kartımda pul var deyə düşündüm ki, problem olmaz da, yəni. Amma indi görürəm ki, yəni 100 avro heç nəyə bəs eləmir də, heç nəyə. Ümid edirəm ki, indi gedəndə evro ilə, kartla ala biləcəm Latviya şirkəti ilə. Yoxsa yəni buradan evroya qalsa heç nə də biabırçılıq. Görək yəni necə olur. Getdiyim yerdə nə gördüm? Təbii ki, orada Azərbaycan bayrağı, Türkiyə, Rusiya, Belarus. Batiya konkret asıb Qardaşların bayrağını asıb Batiya. Ay sənin Batiya. Cəmisi 50, 100, 150 rublum var. 150 rublun da nə qədər eləyir? Budjetə oyda 30 dollar. Budjetə 30 dollar pul eləyir. Yəni bir abırçılıq. Mən indi 30 dollarla 2 gün fırlanmalıyam da burada. Mən də fikirləşirdim ki, restoranlara gedərəm, qəşəng klublara gedərəm. Heç nə də yəni bir abırçılıq. Targov centr. Targov centra bax bir də. Nəysə, şəhər ümumilikdə maraqlı şəhər oxşuyur. Sadəcə pis bir şey var ki, mənim pulum yoxdur. Ayda, İsveç kartı da işləmir. Kartda pulum var. Sadəcə istifadə edə bilmirəm. Visa, Master, Maestro. Yəni, beynəlxalq transaksiyaların heç biri burada keçmir. Sadəcə Azərbaycanla deyəsəm, Azərbaycan kartında pul varsa, bəlkə işləyə bilər. Belarus, Azərbaycan, Rusiya, bunlar hamısı bir soydu. Belə əcayib yerlərdə restoranları ancaq Minskdə görmək olur da. Buna bax bir dənə. Burger King'in olduğu yerə bax sən can. Binanın düz küncündə. Hə, bu tərəfdən də girişi varmış. Aha. Sovetski görüntü. Bir-iki dənə qıyıq göz görürəm. Prost bilməm, onlar turistdir yoxsa yox.
Ne oldu skoru? Andırıp kamayı qoşa balasanı tapdaladı. Şeyləri, ploşetləri böyükdür amma. Yekə-yekədir, çox yekədir. Dilini bilirsən deyənə də adama belə çox rahat gəlir. Sanki elə bil nə bilim biraz sanki öz şəhərindəsən, öz evindəsən kimi bir hissiyat gəlir. Amma halbuki həyatımda ilk dəfədə buradayım. Sadəcə dilini bildiyim üçün. Görüm lan xramları necədir? Bunlar da dindar imiş, heç mən bilmirdim. Bir də maraqlı bir şey var ki, bunların kilsəsində oturmağa yeri yoxdur. Niyə onu da başa düşmədim. Məsələn, bütün kilsələrdə, katedrallarda yəni oturmağa yeri var da, bunlarda yox. Bunlarda məsələn oturmağa yeri yoxdur. Maraqlıdır. Bunlar ayaq üstə ibadət edirlər. Bu özü də bir maraqlı bir xüsusiyyətdir. Başa düşmürəm ki, niyə məsəl üçün bax bir dənə gözlə bir dəqiqə. Bir xram buradadır da, düzdür. Növbəti xram buradadır. Növbəti xram o tərəfdədir. Nə olur bu xram oynayırlar bunlarda. Çoxlu xramları niyə tikirlər? Şeydə də belədir. Yəni İslamda da belədir. Çalan şey tikirlər, məscid. Oradan ora, oradan ora, oradan ora. Şeydə də nədir? Məsələn Romada, istənilən Xristian ölkəsində də belədir. Hara gedirsən get. Yəni dalbadal tikilib də. Bu nədir? Belaruski Державный dokumentalny arxiv, muzey. Sağ ol. Mən də elə biləm. Getdik o tərəfə. Bir sözlə. Qabaqda oteli var. Oxuyuram ki, otel Radisson. Sonra baxıram ki, Radisson deyil, Robinsondur. Robinson. Radisson nədir? Boy. Ümumiyyətlə, belə bir şey düşünürəm. Minskə gəlmək üçün ancaq yayda. Yayda gəldiyin zaman həm isti olur, həm maraqlı olur, həm insanlarda isti olur. Biraz qızlarda çılpaq olur. Uğraşdığım tutub. Məncə maraqlı olar. Şəhər çox böyükdür, adam azdır mən elə gəlir, bilməm niyə. Mənə elə təəssürat yaradır. Ya da indi ölü vaxtıdır, bilmirəm, onu da anlamıram, pravda. Yəni bu mənim ilk gəlişimdir. Yəqin ki, bir neçə dəfə gələrəm, amma gələn səfər gələndə daha 100 rubllə yox, ən azı heç olmasa bir 500-600 euro ilə gələrəm, ya 500-600 dollarla ki, 2-3 gün mənə polunu bəs eləsin. Ümumilikdə ördəkləri zad da var, demək ki, biraz sivilizovanlıdır. My Den klinik. Bu çox yaxşı klinikadır. Düzdür, bilmirəm kimdir, nəçidir, nədir, nə deyil, amma ki, Poker House, yox, Parker House. Poker House nədir? Aha, burada maraqlı pləkanlar var. Səhərdən bancaqdaram. Yanımızda bir dənə VTB var idi. Orada Zalatoya Korona yoxdur. Bizlərdən avtobusla gəzib şey axtarıram. Banklar axtarıram. Belarus bankda da yoxdur deyəsən. Baxın, Belarus bankda var.